Bizim peyğəmbərdən qabaqki peyğəmbərlərin də səhabələri var idi. Onların da həvariləri var idi və mömin adamlar da var idi aralarında. Amma bununla belə möminlik kifayət deyil. Allaha iman gətirmək kifayət deyil. Dinin qorunmasına. Dinin qorunması üçün gərək sən dində mütəxəssis olasan. Allahla sənin aranda nurlu bir rabitə olsun. Yəni sən bağlanmalısan elmin şəhərinə, elmin dəryasına sənin bağlantın olmalıdır. Belə olmadıqda bir insan nə qədər ixlaslı da olsa, nə qədər dini çox da sevsə, dini qorumağa da çalışsa, bilməyərəkdən işləri vurub korlayacaq və din təhrif olacaq. Buna görə tək ixlas, möminlik kifayət deyildi. Səhabələrin arasında möminlər də var idi, ixlaslılar da var idi, dini çox sevənlər, sevənlər də var idi yetərin qədər. Amma ləyaqətliləri az idi ki, dinin qorunmasında rəhbər olsunlar. Və ləyaqətlisi Həzrət Əli idi ki, Allah da onu tanıyırdı, Peyğəmbər də onu tanıyırdı ki, Qədirxum günündə Həzrət Əlini rəhbər təyin etdi və bir din ki, hal-hazırda gəlib bizim əlimizə çatıb, sağlam formada təhrif olmamış, əsl səbəbkar elə Peyğəmbərdən sonra Həzrət Əlinin vilayətidir, Həzrət Əlinin səyləri və təlaşıdır.